Lobya vitamin və minerallarla zəngindir. Onun tərkibində A, C, Y, K, D qrupu vitaminləri, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var. Orqanizmin qocalmasını ləngidən, sərbəst radikalların təsirindən qoruyan yaşıl lobyanı əbədi cavanlıq tərəvəzi adlandırırlar. Mövsümü yetişən lobyanın sağlamlığa faydaları ilə 20 başlıq altında tanış olaq. Bundan öncə 2 saniyənizi ayırıb kanala abunə olub videonu bəyənməyinizi və bildirişləri aktiv etməyinizi xahiş edirəm. Beləcə paylaşılan bütün faydalı və maraqlı videolardan dərhal xəbərdar olacaqsınız. 1. Sümükləri möhkəmləndirir. 2. Tərkibində K vitamini olduğu üçün D vitamininin mənimsənilməsini təmin edir. Sümüklərdən kalsium yuyulub getməsinin qarşısını alır. 3. Lifli qida olduğu üçün bağırsaqları təmizləyir, qəbizliyə qarşıdır. 4. Ürək damar sistemini möhkəmləndirir, damarları təmizləyir. 5. Yüksək təzyiqi salır. 6. Bədəndən zərərli maddələri, toksinləri çıxarır. 7. Qışdan sonra bədənini dirçəldir. 8. İmmuniteti möhkəmləndirir. 9. Saçları, dırnaqları, dişləri gücləndirir. 10. Hamilələrdə dölün inkişafına təsir edir. Fol turşusu ilə təmin edir. 11. Qanda şəkəri salır. Ağciyərin iltihabı xəstəliklərində faydalıdır. Pnevmoniyadan sonra ağciyərləri bərpa edir. 13. Koronavirus zamanı lazımlıdır. 14. Böyrəklərdən duzları çıxarır. 15. Sidik turşusunu azaldır. 16. Dəmir çatışmazlığı, anemiya, qan azlığında qan artırır. 17. Dişlərdə ərk aparır, dərini gözəlləşdirir. 18. Xroniki ginekoloji, prostat xəstəliklərində özü və suyu qəbul edilir. 19. Süd vəzi və kolon bağırsağından əziyyət çəkənlərin menüsündə olmalıdır. 20. Uşaqların boy, sümük, əzələ inkişafını təmin edir. Bəs kimlərə lobya olmaz? Sidik turşusu yüksək olanda və podoqra olan insanlarda rasiondan lobyanı xaric etmək məsləhət görülür. Çünki bu qidalar turşu səviyyəsini artırır və xəstəliyi şiddətləndirir. Həmçinin, mədə-bağırsaq traktının patologiyası olanlara lobya yemək məsləhət görülmür. Belə hörmətli izləyicilər, daha bir faydalı videonun sonuna gəldik. Növbəti videonun mövzusu nə olsun? Rəy dəstəklərinizi qeyd etməyi unutmayın.